Rüstəmovlar ailəsi. Bu soyad mənə çox danışdı. Mən deyim ki, mən bu insanları 2012-dən, 2013-cü ildən tanıyıram. Və necə tanıyıram? Çox peşəkar psixoloqlar. Çox ha. Mən buradan Elnur müəllimi salamlayıram. Çünki çox böyük hörmətim var bu insana. Mənim üçün çox dəyərlidir. Və hal-hazırda 100%'inde Elnur müəllim də baxır bizə. Narınc Psixologiya Mərkəzlərinin təsisçisi, rəhbəri, uzman klinik psixoloq bizim həkimimizdir, bizim canımızdır. Narınc xanım Rüstəmova xoş gəlib Xəzər axşamına. Elə belə demədim, Rüstəmovlar ailəsi. Xoş gəlmişsiniz. Necəsiniz ay Narınc xanım? Sizi burada görmək mənə böyle xoş oldu. Mən də sizin yanınızda olmaq necəsiniz? çox xoş oldu. Yaxşısınızmı? Yaxşı, həm də olsun. Oğlanlarınız necədir? Yaxşı, şükürlər olsun. Dəcəl balalarım yaxşıdırmı? Artıq bütün uşaqlar kimi yorulublar, istirahət istəyirlər. İstirahət istəyirlər. Neynəsinlər? Daha bəsdir də deyir, oxuduq. Ay mən çıxala. Əlbəttə ki, son belə deyək də günlərdir. Tətilə çıxacaq. Siz özünüz tətilə çıxmaq fikriniz varmı? Yoxsa işləriniz çoxdur Narınc xanım? Yay aylarında daha gücləndirilmiş biz iş rejimində çalışırıq. Çünki məktəblər bitir və sentyabra hazırlıqlar başlayır ki, biz uşaqlarımızın nitqini düzəldirik, diqqətini, yaddaşını düzəldirik ki, sentyabra hamısı gedib 5 alsın. İnşallah. Narınc xanım, bugün mən bilirdim ki, siz gələcəksiniz və Sumqayıtda məktəb ərazisindən keçəndə, oradan tanışlar, uşaqlar, nə bilim, qızlarımız var. Hamısı mənə dedilər ki, bugün, həmişə soruşdular, bugün qonaq kim olacaq? Dedim ki, bax, bu gözəl dostlarım və Narınc xanım. Mənə nə sual ünvanlasalar yaxşıdır? Xahiş edirik Narınc xanımdan soruşun. Niyə indi doğulan uşaqlara uşaq inqə eləməmiş autizm sindromu qoyuruq? Deyirik ki, uşaq autizmlidir. Nədir problem? Niyə bizim uşaqlar xəstə doğulur? Və yaxud da bu bir belə başımızdan çoxalıb, yerindən duran deyir, filandır. Niyə? Səbəb nədir? Ay, Narınc xanım, ayaq üstə qaldınızsa, gəlin əyləşin. Mənim və o gözəl xanımların sualına cavab verin. Əyləşin, əzizim. Niyə görə? Çünki autizm əslində nitq problemi deyil, ünsiyyət problemidir. Günümüzdə insanların bir-biri ilə ünsiyyəti azalıb, təklikdəndir. Hər şey yalnızlıqdandır. Autizm yalnızlıq xəstəliyidir əslində. Uşaq yalnız olduqca, yalnızlaşdıqca danışmağı, nitqi, inkişafı da zəifləyir. Autizm özünə qapanır. Yalnızlıq. Bəli. İlk dəfə idi sizdən eşitdim. Günümüzün, əsrimizin artıq bir xəstəliyi desəm, sindromu. İnsanlar heç kimə güvənmir, bir-birinə güvənmir, daha az danışır. Bir dənə WhatsApp-da səs atır, necəsən, yaxşısan? Gəl bir dəqiqə, mən telefonumu bura qoymuşam. Telefonu niyə işlədirəm? Çünki mən informasiyalara baxan adamam. Budurmu bizi yalnız salan? Bəli. O həyatımıza budurmu bizi ailədən ayıran? Bəli. Artıq hansı qohumumuzu axırıncı dəfə görərdi? Keçmişdə qapılar bağlanmazdı. Bütün bir-birinə hamı geri gələrdi, oturardı, söhbətləşərdi, danışardı. Bir adama deyərdi, gedək dəyək. İndi nə edirik? Bir də WhatsApp-da səs atar. Səs atar. Dəvətnamələri WhatsApp-dan göndərir. Bəli, artıq dəvətnamə üçün belə qapı döyülmür. Yəni, insanlar yalnızlaşır və uşaqlar da, analar, atalar da evdə yalnızlaşır, gəlir, divanda uzanır, əlinə alır telefonu, ata, ana mətbəxdə öz telefonunu alır, kinosuna baxır və uşaq öz aləmində. Belə deyək də, bunun bir teoremi var. Texnologiya inkişaf etdikcə, insanlar bir-birindən uzaqlaşdıqca, ünsiyyət azaldıqca, bu cür sindromlu uşaqlar dünyaya gələcək. Dünyaya gəlmir, formal, belə yaranacaq formal. Çünki autizm doğulmur. Zamanla, yavaş-yavaş 6-cı ayından öz əlamətlərini göstərir. Ona görə uşaq oynanılmaq istəyir, uşağı keçmir. Nənə-babalar niyə? Mən həmişə deyirəm, nənə-babaların canı sağ olsun, Allah uzun ömürlər versin. Nənə uşaqla oynayır, baba uşaqla oynayır. Uşaq istəyir ki, oynanılsın, qıdıqlansın, öpülsün, qaş tutdu oynasın evdə. Biz nə edirik? Telefonu verək, evi dağıtmasın, yeməyini yesin, qarnı tox olsun. Yatsın mənim bəsimdir. Fiziki uşağın ehtiyaclarını ödəmək yaxşı valideynlik deyil. Yəni, uşağın emosional ehtiyaclarını, sosial ehtiyacını da ödəyəriksə, inanın, o uşaqlarda autizm əlamətləri görünməyəcək. Əvvəllər biz, gəlin belə danışaq da, indi Narınc xanım, indi telefonu qoyduq bir kənara. Həyətdən ki, heç kimin əlindən almırsan o həyətdəki oynamaqları, oyunları.
Yəni Amma hanı həyatımıza yetişsə, girir. hanı o rezin oynayırdıq belə, hanı belə iplə oynamağa. Onlar oyunda oynayırlar. İndi uşaqları həyata buraxmırıq. Onu qeyri-real həyatda oynayırlar artıq o uşaqlar. Qeyri-real həyatda. Bəli, Ayda. orada atlanırlar da, Siz inanırsınız onlar ki, dırmaşırlar Narınc da. xanım, Vagif, o rezin oynayırdıq da belə. Bu Onurğa dəqiqə kimin əyrilikləri. yadımdadır ki, birinci nə idi, ikinci nə idi, üçüncü nə idi. Bəli. Daima hərəkətdə idik və heç bir sindrom bizim dövrümüzdə belə şeylər yox bəli, idi. bəli. Bəs belə deyək, bu autizm, belə deyək də, ABA terapiyasına, hansı bəli, ki, sizin belə deyək də o psixologiya mərkəzləriniz var. Bir deyil, iki deyil, maşallah olsun rayonlarımızda, bölgələrimizdə. Bu siz gətirmişsiniz. Bu nə deməkdir? Bu aşılayaq insanlara da xahiş edirəm. ABA terapiyası əsas davranışa köklənmiş, uşağın davranışlarını düzəldən bir terapiyadır. Və Amerikada ilk yaradılıb, tarixi 40 ilə yaxındır. 2000-ci illərdə təkmilləşib müasir ABA yaranıb. Müasir ABA-da, yəni uşaq gəlir, uşaq diş fırçalamaqdan tutmuş, o fırçanı tutmaqdan tutmuş, çəngəl qaşığı tutmaq, çeynəməkdən, yeməkdən tutmuş, yatmağa qədər hər bir şey, nitqi, zehni inkişafı, yaddaşı, hamısı o proqramın içinə daxildir. Yəni uşaq verir bizə 8 saat onunla təlimlər keçirilir, tam günlük yaşam proqramıdır. Neçə yaşından neçə yaşına qədər? Ümumiyyətlə, erkən müdaxilə proqramıdır. Yəni, uşaqda yaş yarım 2 yaşdan başlayır, 12 yaşa qədər davam edir. Mərkəzimizdə 2 ildə artıq təkmil bu sistemə keçmişik. İnanın, yəni tək-tək 1 saat, 2 saat gəlib aparılan seanslardan 6 ay aldığın nəticəni 1 aya ABA-dan alırsan. Yaxşı, çox tez effekt alırıq. Narınc xanım, dediniz ki, müasir. Yəni, niyə müasir? Əvvəl yox idi mi? Köhnə versiyası yox idi, deyirik müasir versiya. Əvvəlki ABA-da uşağı ancaq qiymətləndirmək üçün, uşaq yaxşı bir şey eləyirsə, məsələn, bu oyunu bitirirsə, ancaq ona, məsələn, konfet, ya nəsə şirniyyat, nəsə həvəsləndirici verirdi. Və bu insanlarda belə bir düşüncə yarandı. Yəni, uşağı əhilləşdiririkmi? Yəni, yalnızca nəsə verərək və ya aferin, əl çalaraq uşağa ancaq öyrədirik ki, onu verim, mən bunu eləyəcəm. Ona belə deyək də, qiymətləndirmək üçün verirdilər və bu ABA-nın insanlarda biraz icra hissi oyatmağa başladı ki, o niyə eləncə uşağa öyrədirlər? Bəli, ABA sonra 2000-ci illərdə yeni bir cığır yaratdı. Artıq uşaqları sırf o şəkildə, yəni valideynlər də buradan səslənmək istəyirəm ki, o ABA haqqında düşüncələri artıq Amerika təkmilləşdirir, sistem inkişaf var hər yerdə. Tam razıyam, indi reklama çıxacaq, sonra davam edəcəyik. Nə edir valideynlər? Mən çoxunu görmüşəm, az yaşlı körpü uşaqdır. Ola, otur, qoyur qabağını, orada da nə bilim, restoran, kafelərə gedir, ailə yeməyindədir, bəli, hamı telefondadır. Mən belə dahiyəm, yox, elə hamısı eləyək də. Gəlirik evə hamımızın əlində. Salam uşaqlar, yaxşısınız, yeməyiniz yemişsinizsə, hərə çəkilir öz otağına və hamımız bir-birimizdən evə oğru girsə, heç birimizin xəbəri olmaz. İnandırım ki sizi. Valla düz deyirəm. Mən evə girirəm, əli hardasan, əli yoxdur, qapı pencərə açıq. Əli öz otağında telefonda. Deyirəm, ay bala, bir girbək evə girən var. Nəyimizi götürəcəklər? Heç nə, reklama baxaq, deyərəm nəyə götürəcəklər. Amerikanın bayrağı. Ay, görürsünüz Narınc müəllimə, Narınc xanım. Çin. Ha, gəlin, burada var. Tamam. Nə, hansı qaldı? Ay, Narınc müəlliməsi. Türkiyənin bayrağını verə bilərsən mənə? Yoxdur burada o. Yoxdur Türkiyənin bayrağı. Burada olanları. Rusiyanın bayrağını görmədim uzaqdan. Yoxdur burada. Hə, yaxşı, onda baxın deyim. Tamam. Ukrayna bayrağını mənə verə bilərsən? Ukrayna hansıdır? Ukrayna. Hə, gətir, ver. Apar, ver Narınc xalaya. Narınc xalaya apar, ver. Mənə verərsən? Hələ fikirləşir, verim, verməyim. Təzə gördüm. Aha, ver mənə, yaxşı, ver mənə, tapdıq. Aha, Çinin bayrağı hansıdır, Nihat? Çinin bayrağı, aha. Çinin bayrağı hansıdır? Qaraladı Narınc xanımı. Çinidir, alo. Çinin bayrağı hansıdır? Çin. Dakika, Çin hardadır, Çin? Mən nə edirəm onu da. Biz yormayaq Nihatı, Allah halal olsun. Yəni, yaş yarımlıq, alqışlayaq da uşağı.
1 yaş 6 aylıq. sənə. Aha, Narınc xanım, baxın, Belə bu istedad siz sırf sizin belə deyək peşənizlə bağlıdır. Bəli. Çünki mən bilirəm ki, sizdə də problemli uşaqlar gələndə bax bu cür belə Bizə üstün zəkalı uşaqlar da gəlir. belə də Bəli, gəlirlər. bəli, bu üstün zəkalılıqdır. Belə uşaqlar var xüsusi olaraq heyvanları tanıyır və ya hobbi kimi hansısa bir istiqamətdə bacarıqlarını inkişaf Əslində elətdirir. normalda neçə yaşında tanımalıdır? Normalda bu 7 yaşdan yuxarı bir Bəs tapşırıqdır. bu sonradan uşağın Ən azı. zəkasına, beyninə hansısa Üstün mənfi təsir... zəkalı uşaqların Mənfi təsiri ortaq varmı? diqqəti Aha. çox güclü olur. Necə diqqət dağınıqlığından əziyyət bu çəkirlər, da elə. bunda da diqqət çoxluğu var. Bu da ziyandırmı? Diqqətin çoxluğu xeyir. Sadəcə belə insanlarda, irəliləyən yaşlarda insanlar kimi dünyanı görmədiyi üçün beyinləri çox yaxşı işləyir. IQ-ləri onların yüksək olur, dahi deyirik. Onların biraz irəliləyən yaşlarda insanlarla ünsiyyət problemi yaşana bilir. Çünki o 5 yaşında olacaq 10 yaşında uşaq kimi. O gedib 5 yaşlarla oynamayacaq axı. O istəyəcək gedim oturum yekə böyük uşaqlarla oynayım. Və bu irəlidə kommunikasiya, həmişə analara deyirəm gəlinin də yuxarı yaşda olacaq. Ən azı gəlini özündən 5-6 yaş, 10 yaş fərq olacaq. Çünki elə insanlarla O gün xoşbəxt məsəl olur. üçün iyun ayının birində bizə Fərid adında balaca bir oğlan gəlmişdi. 6 yaşı da iyun ayının biri ilə bizim studiyada qeyd etdik. Bu uşaq dəhşət riyazi terminləri bilir. Amma bilmir necə hesablayır. Çünki anlayışı yoxdur. Nə bilim, neçə vur, neçə dəqiq deyir, biz də hesablayırıq, görürük düzgün cavab. Deyirəm, Fərid necə hesablayırsan? Deyir, bilmirəm ki. Baxın. Bax, beyninin o müəyyən qatları var ki, biz hələ düşünüm 3%-dən istifadə edirik. Onların beyin mexanizmləri bizdən fərqli işləyir, lobları. Və bu əlaqələ hətta, məsəl üçün, oturduğu yerdə fransızca danışa bilən belə uşaq görmüşük. Koreyaca danışan. Sadəcə baxıb cizgi filmlərə biraz, 2-3 ay və mən Koreyaca bilirəm, keçən səfər elə bir uşaq gəlmişdi. Uşaq danışır, anasına deyirəm ki, bu Koreyaca danışır, bilirsən. Deyir, yox, biz elə bilirik ki, elə qarıldayır da, öz dilində danışır. Deyirəm, yox, bəs nəyə baxır? Animelərə baxırmış onlardan. Və avtomatik olaraq animedə istifadə elədi, eləmədi. Hansı sözlər olsa belə əməlli diyaloq uşaq girir, böyük bir adam Narınc xanım, siz valideynlərə nəyə tövsiyə edərsiniz? Uşaqlar nəyə baxsın? Valla valideynləri də qınamıram. Deyir, biz bilmirik ya bu uşaq nəyə baxsın. Nə tövsiyə edərdiniz ki, yəni bir 6 yaşdan məsəl üçün başlayaraq 3 yaş olsun, 2 yaş olsun, nə izləsinlər uşaqlar? Uşaqların ümumiyyətlə izləmə birinci dəqiqəsinə önəm versinlər. 3 yaşına qədər ekrana uzaq tutmaq lazımdır. 3 yaşına qədər qəti. Telefon, bəzə valideynə deyirəm, olmaz telefon. Deyir, telefona baxmır ki, televizora baxır. Deyirəm, eynidir də. O da onun bacısıdır, qardaşıdır. Eyni ekran hamısına aiddir. Burada tablet də aiddir, telefon da. 3 yaşına qədər nitq inkişafı dövründə qəti şəkildə olmaz. 3 yaşından sonra artıq 20 dəqiqə normativlə baxılmalıdır. Yavaş-yavaş bu qaldırılmalıdır. Yarım saat, 40 dəqiqə. Məsələn, məktəbli, ibtidai sinif uşaqları 1 saatdan artıq baxmamalıdır. Mən anladım. Baxın, danışdıq o ABA müasir terapiyasından da. Bu hansı xəstəlikləri tam şəkildə müalicə edəcək? Bax, bu Amerikan metodu qısa müddətdə effektiv nəticəsi var və bu nəticədə nələr daxildir? Xüsusi qayğıya ehtiyacı olan uşaqlar, yəni inkişafında geriləmələri var. Uşaq da 3 yaşı var, amma 1 yaş səviyyəsindədir göstəriciləri. Yaxşı danışa bilmir, yaxşı inkişafı tamamlanmayıb, qavraması, yaddaşı aşağı səviyyədədir, öz yaşına uyğun deyil. Məsələn, 5 yaşında uşaqdır, heç bir şey öyrənə bilmir. Məsələn, valideynlər indi hal-hazırda məktəbə hazırı imtahan dövrlərdir. Yəni, bu problemlərdə, yəni xüsusən də autizmli uşaqlar üçün ümumiyyətlə məlhəmdir. İlk zaten onlar üzərində yaradılıb və müsbət tərəfi odur ki, ABA proqramında ana gəlib mərkəzdə oturmağa ehtiyacı olmur. Çünki bugün valideynlərin ən çox 2 şey narahat edir. Bir, gəlib uşaqla orada saatlarla oturmağa, işləyən var, gedən var, gəh yalvarır, nənə göndərir. Evdə artıq özləri... Özü telefonla izləyirlər övladını kameranla. Gəlir, səhər məktəbə gəlir, saat 9-da və 6-da çıxır. Orada hər şeyini edirik və artıq valideynləri bəzi mütəxəssislər var, uşaqdan nəticə almayanda yüklüklər ana-atanı. Biz sənə tapşırıq verirsən, ev ödəvi eləmirsən. Biz sənə deyirik, filan şey elə, sən eləmirsən, ona görə uşağımda zəif nəticə var. Yəni, valideyn, çünki uşaq ev, komfort zonadır. O ananla dərs keçə bilməz. Ona dinləməyəcək. Əlbəttə. Dinləməyəcək. Ana da deyir ki, vallah mən eləyirəm, məni saymır, mən elətdirə bilmirəm. Sizin yanınızda video çəkirsiniz, göndərsiniz mənə, görürəm eləyir. Amma vallah mən onu evdə otuzdurub eləyə bilmirəm onu. Və valideynlər sən gözüm çıxdıya salır.
salırlar. Anladım. Amma proqramında bu deyil. Amma proqramında hər şeyi nab eləyir. Hamısını, hər şey istər öz baxım bacarıqları olsun, istər nitq inkişafı olsun, həm loqopedik qrup seansları var, həm fərdi şəkildə ev ödəvləri də orada edilir və uşaq evə yeməyə, yatmağa, dincəlməyə, ana atası ilə zaman keçirməyə gəlir. Əslində, buna ehtiyacı var Narınc xanım uşağın. deyir ki, Amerika belə deyək də üsuludur. Belə deyirəm ki, Amerika ABŞ-dur, bu ABA-dır. Nə olsun, olsun Amerika Birləşmiş Aurası. Ad qoydum. ABŞ-ABA heç ağlıma gəlməmişdi. Gördünüz ki, Amerikada ABŞ, bu da ABA-da. Mən də bir dəqiqə danışdırsa deyirəm ki, Amerika Birləşmiş Aurası. Onun aurası bütün balalarımıza, bütün insanlara yardımcı olsun və mən bu xanımı illərdir tanıyıram, mən bilirəm o nəyə qadirdir. Yəni ilk dəfə deyil ki, deyim görəsən necə elədi, nədir. Mən təşəkkür edirəm sizə. Bax, elə siz də evinizdə əyləşib Xəzər axşamına baxdınız. Mən sizə təşəkkür edirəm. Bilməm, Narınc xanımı mən heç qoymaram. Deyəcəm, hər həftə gəlin. O qədər suallar var ki, bu dəqiqə psixologiya ilə bağlı yaxşı psixoloq da tapmaq çox çətindir. Yaxşısı elə bizim yanımızdadır. Narınc xanım Rüstəmova. Bu dəqiqə Elnur müəllim baxır sizə də. Oddalıqlı salam göndərirəm Elnur müəllim. Hamınıza təşəkkür edirəm. Var olasınız, həmişə yanımdasınız mənim dostlarım. Təşəkkür edirəm hər birinizə. Getdik.